Salamlar. Bugün böyle köhnə bilet, kağız, bu şekilde şeyler tapdım. İtalyadan qalanlarda əslində çox əşyanı itirmişdim. Bəzisində hazırlamışdım artıq. Çox bir şey tapıb bilmədim. Ancaq bunlardan bu marketten götürdüğüm bir kupon kimi bir şeydi. İndirime düşüp diye bunu reklam edirlər. Bunu düşündüm ki, səyahət Junk Journal'da istifadə edə bilərəm. Daha çox baxıram ki, biletlərdir. Açığı bilmirəm necə bir şey olacaq. Bax, bu bilet dediyim nə? Qatar bileti, şəhərlər arası, bu da. Hələ bir çoxunu istifadə eləmişəm dediyim kimi, amma demək olar çoxusu qatar biletidir. Bu muzeyin biletidir. Milanda. Başlayaq bir yerdən görək nə olmuş. Dediyim kimi çox bir şey tapmadım deyə. Çox da bir gözləntim yoxdur. Dəftərim bayağı qalındı. Deməli bu nədir? Deməli İtalyadan çıxdığım gün aeroporta getməliydim. Venezia Treviso aeroportudur, belə gedir. Mən də oraya getmək üçün normal olaraq getdim, bilet aldım. Amma sən demə, ora avtobus, mənim gedəcəyim avtobus 2 saatdan bir gedirmiş. Və mən getmişəm, saat neçədə getmişəm? Bilmirəm, saat neçədə getmişəmsə, artıq təzə çıxıb da 5 dəqiqədir çıxıb, bir də 2 saat sonra gələcək. Mən də əgər 2 saat sonra gözləsəm, bir saat da yol getsəm, 100% təyyarəyə gecikirəm. Buna görə mənim bu biletim batmış oldu. Pul da vermişdim. Nə qədər? 12 avroda pul vermişdim. Çox pis olmuşdum onda. Nəyə görə pis olmuşdum? Çünki başqa gedəcəyim bir şey yox idi. Ən sürətli gedən bu avtobusuydu və mənim taksilər də həddindən artıq baxadı. Hələ o qədər 1 saat yarım falan yolda getsə, bəlkə də daha çox dəqiq yadımda deyil. Yəni bayağı bir problem idi də o qədər müddət taksinin 1 saat yarım taksidə olmaq filan. Mən bilmədim neyniyəm. Həmin an dedim ki, da batdım. Bu yəqin ki ağlımdan keçirdi ki, biraz da qalım, sonradan təzədən bilet alım, neyniyəcəm falan. Aləm dəydi bir-birinə. Elə həmin vaxt bir adam yaxınlaşdı mənə. Bir adam dediyim orada işçilərdən. Dedi ki, bəs belə eləyə bilərsən. Getdikcə dəftərimin uzunluğu böyüyür. Məsələn, bax, dəftər əslində bura qədərdir. Bu artıq normalda bunu kəsməyim, amma bura görünəcək deyə istəmirəm o görüntü olsun. Dedi, mənə nə eləyə bilərsən? Başqa axı dediyim kimi Venezia Treviso qatar aeroportudur. Dedi, o başqa şəhərə gedib, oradan gedə bilərsən. Başqa şəhərə trenlər gedir, o daha sürətlidir. Mən də çox sevindim ki, vav, sevindim. Qaça-qaça yəni çatdım da. Yarım saat qalmışdı təyyarənin getməyinə. 1 saat qalmışdı, yaxşı ki, online check-in falan eləmişdim. Bir də orada vaxtım getmədi. Yəni belə bir stresli, qəribə an olmuşdu. Bu da həmin o biletdir. Bugün Junk Journal'da istifadə edirəm. Ağlıma gəlməz ki, onu nədəsə istifadə edirəm. Və ki, saxlayıb da gətirmişəm. Yəqin düşünmüşəm də istifadə edirəm. Belə rəngi, şəkli falan da yoxdur ki, deyim. Xüsusi bir gözəlliyi olar. Qəribə. Bəzən yəni sən bir şeylər planlayırsan, amma orada mütləq ki, başqa bir şey də olur. Biraz da planlama eləmək yaxşıdır, amma həmin planının baş tutmayacağını da bilməlisən. Həmişə baş tutmaya bilər. Biraz da flex olmaq lazımdır. Qəribə bir şəkildə çox stres keçirmişdim həmin gün. Bunu belə mi yapıştırsam, belə mi yapıştırsam? Yəqin ki, belə yapışdıraram, amma hara? Buraya yapıştırsam. Bu da bir hansısa bir şirniyyat mağazasının
balaca kart kimidir. Narıncı rengi olması çox yaxşıdır. Yəqin ki, bir burasından istifadə edirəm. Qəşəng bir şey deyiləm. Qəşəng tərəfi yoxdur. Aha, belə istifadə eləmək olar. Yəni dediyim kimi, bəzən sən planladığın kimi olmur hər şey. Onda da flex olmağı bacarmalısan. Başqa alternativlər, amma bəzən bu səndən də asılı olmur da. Sənin asılı olmayan şərtlərdə yeni bir şey yaranır, bir yol açılır. Qəribə. Bunu birini yəqin ki, yapışdıraram. Ümid edirəm o səslər sizə gəlmir, qonşudakı səslər. Çünki mənə çox gəlir. Dediyim kimi ev elədir ki, bütün səslər gəlir. Heç bir fikrim yoxdur arkadaşlar. Sizcə necə eləsəm? Bunu bütöv yapışdıracağım. Net. Burada da, bu da bu arada solo səyahətim idi. Hətta ilk solo səyahətim olubdu mənim bu. Və mənim üçün çox qəribə təcrübə idi. İnsanın sərhədlərini aşması bu qədər çətin bir şey deyil. Sadəcə biz o qədər gündəlik həyatımızda təhlükədən uzaq, komfortda yaşayırıq ki, ona görə bəlkə də bəzən sıxılırıqmı deyim, bəzən öz potensialımızı tam ortaya qoya bilmirikmi deyim. Bilmirəm tam olaraq bununla əlaqəlidirmi? Məncə bununla əlaqəlidir. Çünki hər şey yəni monotondur, hər şey çox sadədir, heç bir təhlükə yoxdur, problem yox. Təhlükə dediyim ki, orada da nə təhlükə ola bilərdi, uzağı təzdən alacaqdım falan. Amma istər-istəməz, yəni başqa bir yerdəsən, bütün şərtlər fərqlidir. Keçən videoda da danışırdım bu barədə ki, bəs hər gün fərqli bir şey sınamaq. Düşünün, başqa bir ölkəyə getdikdə orada hər şey fərqlidir, mədəniyyət fərqlidir, insanların davranışı, reaksiyaları, geyim tərzi, hər şeydir. Bir sözlə hər şey çox fərqlidir. Və sən avtomatik heç nə eləməsən belə orada bir şey öyrənmiş olursan. Və bu düşünürəm ki, çox vacib bir məsələdir. Orada mən ilk dəfə özgüvənim çox artmışdı. İlk dəfə özüm o qədər özgüvənli hiss edirdim. Çünki tək bacarmışdım hər şeyi və yeri gəlmişdi köməyi rahatlıqla ala bilmişdim. Yeri gəlmişdi stres olmuşdum. Çıxılmaz bir vəziyyətə düşmüşdüm. Təbii ki, təkcə bu bilet məsələsində deyil. Olubdu ki, şəhərlər arası avtobusa gecikmişəm. Telefonumun elə olubdu ki, telefonumda internet limiti bitib və mən hər şey internetdə, bütün rezervasiyalar, biletlər, xəritən, əlaqə saxlayacağın adamlar, hətta bəzən İtalyan dil bilmirəm, tərcümə eləmək üçün də telefondan istifadə edirsən. Yəni, hər şey oradadır və sənin heç bir çarən yoxdur. O anlarda belə görmüşəm ki, çarəsizlik deyə bir şey yoxdur. Hər şey özlüyündən həll ola bilir. Yəni, normalda oturub problem eləyərsən də, okey, neyəcəm bunu, bu necə olacaq, qayğıların ola bilər də. Amma orada mən öyrəndim ki, əslində hər şey gəlir və keçir. Sən sadəcə biraz rahat buraxmağı öyrənməlisən. Bu heç də asan olmur, amma oradan qaydanda o qədər özümdən fəxr edirdim ki, mən bunu bacarmışam da. Bəlkə də kimisi üçün böyük bir şey olmaya bilər, amma mənim üçün daha çox hər şeyi planlayan, götür-qoy eləyən birisi üçün
Məncə bu çox böyük bir riskdir ki, tamamilə təksən, edə biləcəyin bir şey yoxdur. Hər anda da çıxış yolu var və hər şey keçir də. Elə bir vəziyyət olmadı ki, ondan çıxış yolun olmasın. Bu təbii ki, təkcə orayla əlaqədardır. Çox böyük səhvlərim də oldu. Səhv vaxtda rezervasiya eləmişəm, getmişəm. Bu təllədə olmamışdı. Getmişəm, oteldə yer yoxdur. Nə bilim, dəhşət idi də. O qədər şeylər yaşayırsan, amma bir şey öyrənirsən ki, hər an əslində çıxış yolu var, hər şeydə keçir. Sadəcə sən həmin an sakit qalmalısan və həll yolu düşünməlisən. Beynimiz o qədər unikaldır ki, bir yol tapır, bir şey üretir bir fikir. Ama sen oturup onun içinde kalsan, ay mən nə edəcəm, necə olacaq və s. heç vaxt çıxa bilmirsən. Və bunu da yenə keçən dəfə danışdığım Sinan Canan'ın İnsan Fabrika ayaqlarını ifanı oxuyanda orada deyirdi ki, hərəkət insan beyni üçün çox əhəmiyyətlidir də. Sən evdə oturanda, məsələn, başlayırsan bir şey düşünmək ki, məsələn, falan işim necə alınacaq, falan şey necə olacaq, bu olsa necə olacaq və başlayırsan avtomatik böyütməyə. Bəlkə də heç o şeyin içinə düşsən, o problemi yaşasan da, o qədər də sıxıntı çəkməyəsən də, o qədər də dərd götürməyəcək səni. Amma görürsən ki, içində olanda nə qədər böyük problem də olsa düşünməkdən daha rahatdır. Düşünmək ən çətin olan hissəsidir. Ola bilər ki, sənin də ağlında, burada dinləyirsən, sənin də ağlında bəzi şeylər var. Deyirsən ki, bunu belə eləsəm nə olar, elə eləsəm nə olar və s. Amma inan ki, eləyəndə tamam fərqli olur. Real bir problemin olur və o problemi oturub həll edirsən. Çox qəribə bir təcrübə idi. İlk dəfə dediyim kimi özümü öz güvənini hiss edirdim. Çünki öyrənmişdim ki, artıq harda oluramsa olum, nə eləyirəmsə eləyim, başıma nə gəlirsə gəlsin, bir həll yolu mütləq ki vardır. Ola bilər mən onu indi görmürəm. Amma lazım olanda, vaxtı gələndə mən onu görəcəm. Mənə göstəriləcək. Tək deyiləm. Bəlkə də bu inancla bağlı da bir şeydir. Sən bir şeye inanmasan, orada məhv olarsan da. Bəlkə də orasını dəqiq bilmirəm. Bunun üstünü bir də bağlayıram. Doğrudan qəribə idi. Və gözəl idi. Mənim Junk Journal'da öyrənməyimə əslində səbəb, elə dediyim kimi keçən videoda da demişdim bunu. Məhz solo səyahət istəməyim olub. Çünki solo səyahət araşdıranda bir qadın, solo səyahət edən bir qadın tapmışam və o qadın öz təcrübələrini falan danışanda qadın həqiqətən xoşuma gəlib və başlamışam onu izləməyə. O qadın da Junk Journal'la məşğul olurdu. Həqiqətən çox belə maraqlı idi mənim üçün ki, o necə bir qəribə bir şeydir bu. Niyə də yoxlamayım? Qəşəng. Bunu da yapıştıraq. Hatta bir şey görmüştüm, onu sınamak istedim. Bir taraf, iki tarafını yapıştırırlar, bu belə qatlanır. Bundan mı yoxlasaq? Niyə də yoxlaya bilərik? Bax, tək gəzməyin, tək yaşamağın, tək olmağın tərəfdarı deyiləm. Amma müəyyən zaman dilimində əgər belə bir fürsət varsa bir insanın, məncə bunu mütləq dəyərləndirməlidir. Çünki bilmirəm indi sizdə necədir. Bizdə belə bir şey var idi ki, sən tək yaşamırsansa, tək deyilsənsə, məsələn mən tək yaşamayınca yemək bişirməyi bilmirdim. Öz işimi özüm görə bilmirdim. Heç nə bilmirdim. Amma sən görsən ki,
Sən tək yaşayanda, bunları özün eləyəndə sənin hər şey baxış açın dəyişir, məsuliyyət ala bilirsən, böyüyə bilirsən. Mən yemək bişirməyi tək yaşayandan sonra öyrəndim. Və bir insan yemək bişirə bilmirsə, oturub mən bütün günü məktəb vaxtıda kitab oxuyurdum, bunu eləyirdim, onu eləyirdim ki, mən ağıllıyam, mən hər şeyi bilirəm falan filan. Amma sən ən təməl ehtiyacını qarşılaya bilmirsən, yemək bişirə bilmirsən. Sən necə hansı ağıldan danışa bilərsən, hansı şeylə danışa bilərsən də sən öz təməl ehtiyacını qarşılaya bilmirsən. Qəribədir. Müəyyən dönəm üçün bu qəşəng təcrübədir. Hər şeydən əvvəl məsuliyyət ala bilməni gücləndirir, öz başına qərar ala bilmə, seçim eləyə bilmə çox önəmlidir. Altdakı heç görünmədi, necə elədimsə. Bu da heç görünmədi. Nəsə qəribə bir junk journal oldu. Heç ürəyimə yatmadı da bu arada. Belirleyək biraz bəlkə estetik olsun. Məncə burasını da kesim. Bu boşluqdan belə eləyək. Burada başqa nə var? Bu var. Bu var. Da buraya yapıştırıyorum ilginç. Bax, insan unudur məsələsi burada da öz aktuallığını qoruyur. Mən deyirəm, insan unudur. Mən demirəm, yəni bu hər yerdə belədir də, yəni insan unudur. Mən bu bileti görməyincə yadıma düşmürdü ki, elə bir anın içindəydim və həmin an mənim üçün nə keçmiş, nə gələcək, nə qayğılar, nə də başqa bir şey maraqlı deyildi. Həmin an tək istədiyim bir şey var idi ki, mən bu problemi həll eləyim, tək ki sağ-salamat qayıda bilim. Buradan çıxa bilim. Həmin an ancaq onu düşünürdüm. Deyirdim ki, heç nə istəmirəm də, bir dənə rahat bir şəkildə gedim çatım. Amma insan bir iş görəndə, bir şeyin içində olanda onu keçmiş, gələcək heç bir maraqlandırmır. O sadəcə həyatda qalmağa çalışır, belə deyim. Və bu da elə bir şeydir. Mən bunu indi unutmuşam. Bəlkə də lazımsız qayğılarım var falan. Amma o anı xatırlayanda həqiqətən deyirsən ki, mən bunu istəmişdim bir vaxt. Unutmuşsan axı təbiətin etibarı ilə. Və ona görə indiki anın daha çox dəyərini bilirsən, daha çox haqqını verməyə çalışırsan və həqiqətən yaşayırsan. Çox əhəmiyyətlidir. Bir növ bu mənim ona görə xoşuma gəlir. Belə. Ay, qonşuların səsi çox qorxuducu gəlir, dəhşət. Əslində çox böyük bir şey də baş vermir. Sadəcə bir səs belə. Mən burada nəyisə yerə salanda səs gəlir də, onun səsi ora gedir. Bu heç yaxşı bir şey deyil. Burada olan stikerlərdən istifadə eləmək istəyirəm. Çünki dünya xəritəsi var idi və mən onu bəyənirdim. Hətta bir yerdə baxaq. Çünki bura çox qarışıqdır. Ay, nə qədərmiş. Heç
heç bir ürəyimizə deyil bəlkə. Bu qəşəng idi, bax, bagaj. Aha. Bu da qəşəngdir. İstifadə edə bilərəm. Tapa bilmədim. Burada bəyəndiyim bir neçə stiker var idi. Məncə başqa yerdən axtarım. Ay, çox uymuş. Şəkil də olaraq yapışdıra bilərəm. Dünya şəkili. Dünya şəkili mi? Qəribə qutular var. Bu saatı yapışdıra bilərəm. Biraz da tamam da hər şey keçir, hər şey öz yolunu tapır, amma biraz da daha çox diqqətli olmaq lazımdır. Əsasən də əgər sən heç bilmədiyin bir şeyin içindəsənsə, ekstra ayıq olmalısın. Bunu yapışdıraq. Bunu yapışdıraq. Aha, hara daha qəşəng olar. Bir de bu bileti yapıştıraq. Açabilmədim. Evet, sonunda. Bəli, bunu istəyirdim. Kalizey. Kalizeyi. Burada aslında kalizey var. Bəlkə buraya yapıştırım. Araya yapıştırsam daha qəşəng olar. Bura olsun elə. Kalizeyimiz. Eyfel, zəfər tağları. Təyyarəni yapışdıra bilərik. Elə onu da buraya yapıştırım. Buradan. Bu dəfəki junk journalımız çox sürətli oldu. Burada başqa nələrimiz var? Baxaq. Məncə yetərlidir. Bunlar çox rənglidir. Mənim konseptimə hələlik uyğun deyil. Bu qədər. Deyirəm, maraqlı oldu. Sizin üçün də bir ideya oldu. Mənim üçün də bir xatırlatma oldu. Sağ olun.